Başladıq müəllimlər dərsimizə. Bugün qeyd elədiyim kimi avqust 2-ci qrupunda bizim dərsimiz var. Hansı ki, siz avqust 2-ci qrupdasınız. Birinci olaraq dərsin günlərini sizə deyim. Dərsimizin günləri 4-cü günü 19:30, yəni 8-in yarısı. Bazar günü isə saat 2 tamamda, günorta, yəni 14:00-da. Hər kəs mütləq dərsə qoşulsun, vaxtında qoşulun ki, yaxşı nəticəniz olsun. Bunu da vurğulayım ki, göndərdiyim bütün dərsləri sizdən tələb eləyəcəm. Yəni, bir də link göndərəndə baxacam, hansı müəllimə dərsə qoşulub, hansı qoşulmayıb. Yəni, qeydiyyat götürülür hər dəfə menecer tərəfindən. Ona görə də dərsə də vaxtında qoşulaq. Dərsə qoşulmayanda, vacib işiniz olanda mənə mütləq yazın, mən bilim. Bilim ki, bugün məsələn bu qədər müəlliməmdən bu qədəri dərsə qoşulmayıb, vacib iş ilə əlaqəli. Dərsin hər dəfə təbii ki də kayıtları göndəriləcək, orası öz yerində. Dərs haqqında ümumi məlumat verim, yenə də vurğulayıram. Həftədə 2 dəfə keçirilir, 4 və bazar günü. Eyni zamanda dərslər hazır göndərilir. Video kayıtlar, hər şey. PDF-in izahı, eyni zamanda sual-cavab kaydı göndərilir. Bugün ilk dərsimiz olduğu üçün mən özüm izah verəcəm, amma bunun yenə də izahı var. Sadəcə ilk dərs olduğu üçün istədim ki, izah verim. İlk dərsi elə buradan mənimsəyəsiniz, sonra gedib qəşəng evdə möhkəmləndirərsiniz. Gələn dərs isə bu verdiyim dərsi mən sizdən soruşacağam. Biz normal sürətdə gedəcəyik, yəni asta-asta getməyəcəyik. Ümumiyyətlə, bu ayda kim qoşulubsa bilməlidir ki, imtahana çox az qalır. Yəni, sürətli şəkildə gedəcəyik və bizim əsas özəlliğimiz odur ki, biz 4-5 çərçivəni keçirik. Yenə də vurğulayıram, 4-5 çərçivəni keçirik. Yəni, ümumilikdə sadəcə çərçivə sənədinə baxıb keçmirəm. Bütün çərçivələri keçirəm ki, imtahanda elə bir sual olmasın ki, siz deyəsiniz ki, mənim bu mövzu haqqında anlayışım yoxdur. Ola da bilər imtahanda ki, 2-3 dənə sual, ən azı bilək ki, bir 55-i ən azı mən bunları bilirəm. Bu mövzuları öyrənmişəm deyə biləcəyiniz dərslər olmalıdır. Çərçivədən kənar çox-çox mövzular düşür. Ona görə də siz həm miqçilər, həm də sertifikasiya müəllimləri mütləq şəkildə vurğuladığım kimi həm miqin çərçivəsini, həm də sertifikasiyanın çərçivəsini bilməlisiniz. Həm miqçilər, həm də sertifikasiyalılar. Mən deməli deyirlər ki, bu mənim çərçivəm deyil və ya sertifikasiya deməsin ki, miqin çərçivəsi mənə aid deyil. Xeyr. Mən özüm hər il miqdə iştirak edirəm. Həmçinin diaqnostika olsun, digər testlərdə, təlimlərdə iştirak edirəm və bütün məlumatlar mənim əlimdədir. Yəni xüsusi bir siyahı ilə biz dərsləri keçirik ki, siz 50-dən yuxarı bal toplaya biləsiniz. YouTube üzərindən də daxil olub baxsanız, bizim müəllimlərimizin 80%-i 50-dən yuxarı bal toplayıb. Ona görə müraciətlərimiz də həmçinin çoxdur. Şəkillərindən tutmuş, adlarına qədər, bağçalarına qədər paylaşmışam. Hansı müəllimə nə qədər bal toplayıb. Çalışaq ki, siz də o nəticəni toplayasınız. Amma yenə də vurğulayıram. Yaxşı nəticə üçün əslində 4-5 ay çox-çox yaxşı ideal vaxtdır. Yəni sıfırdan çox zəif olan müəllimlərə aiddir. Amma yenə də indi qoşulan müəllimə çox yaxşı oxusa, o da 50-dən yuxarı 100% bal toplayacaq. Çox yaxşı oxusa. Amma yox, oxumasa, yığılıb dərs qalsa, bir dərsi ötürüm, o bir dərsi öyrənim desə, o nə müəllimə nəticə gözləməsin özündən. Və həmçinin sentyabr ayından ola bilər ki, çox müəllim deyir ki, bu ayı yüngül oxuyum, sentyabrdan olsa müəllim bir dəfə də sürət qrupu açacaq da, arxayın olmayın. Çalışın ki, bu aydan başlayın. Mən sentyabrı çox da tövsiyə eləmirəm. Sentyabr hansı müəllimlərə aiddir bilirsiniz? O ki, bazısı çox yüksək səviyyədə olub, sadəcə onun ki, təkrara ehtiyacı var. O müəllimlər üçün uyğundur sentyabr. Yəni, normal bazası olan müəllimlər ümumiyyətlə normal yox, elə yaxşı bazaları olan belə avqustdan başlamalıdır. İndi siz keçdikcə görəcəksiniz də, bəlkə də neçə təlimlərdən bura gəlmişsiniz, neçə təlimçi dəyişib gəlmişsiniz. Görəcəksiniz ki, biz yəni çox mövzu keçirik və o mövzuların hamısı da imtahana düşüb. Ona görə bizim müəllimlərimiz 50-dən yuxarı bal topladı. Burada elə olan müəllimlərimin bir çox əvvəlki müəllimlərimdir. Avqust 1-ci qrupumda dəhşət çox müəllim var. Yəni, ümumi olaraq avqust 2-ci qrupumda da həmçinin qeydiyyat həftə sonu tamamlanır. Yəni, sizin qrupda kim qoşulmaq istəsə mütləq 070 293 39 28 nömrəsinə yazar. Mütləq. Yazar, qrupa qoşaram. Avqust 2-ci qrupuna və 3-cü qrupum olmayacaq. Bir də sentyabr qrupunda təkrar sürət olacaq. Çox sürətli. 7-7-8-8 keçəcək. O biraz çox yüklənəcək müəllimlər orada. Ona görə də kim dəqiq qoşulmaq istəyirsə elə bu qrupuma qoşulsun ki, normal öyrənə bilsin. Yəni, dərsləri də bir dərsin 2-3 dənə kaydını göndərirəm, 2 dənə izahını göndərirəm. Yəni, çox göndərirəm ki, mükəmməl öyrənəsiniz. Yenə də deyirəm, 20 günə, 25 günə, 30 günə qrupumda müəllimlər var ki, 56-57 bal toplayıblar. Normaları yaxşı olan müəllimlər. Ona görə də sıfırdan olan müəllimlər bu 2 aya gözəl nəticə əldə edə bilərlər. Amma yenə də deyirəm, istirahətini bir kənara qoysa, gecə-gündüz oxusa nəticəsi olacaq. İnşallah həftədə 2 dəfə dərs, alt standartları biz keçib mükəmməl öyrənəndən sonra keçəcəyik sizinlə birbaşa.
İnşallah testlərə. Eyni zamanda test işləmə texnikalarına, alt standartlara mükəmməl bilməliyik. Biz iyul qrupumuzla da artıq keçmişik. Onlar çox gözəl bilirlər ki, hər şey alt standartla bağlıdır. Hətta o qədər təəssüflənən müəllimlər olub ki, alt standartları bilməyib, indi öyrənənlər. Ona görə də çalışaq ki, vaxtında öyrənək ki, yığılıb qalmasın. Əsas elə sizin imtahanınıza düşən alt standartlardır. Bu sizin çərçivənizdə də yer alır. Standartlar. Yaşlara görə fəaliyyət. Yəni amma çox təlimçi demişdi ki, ehtiyac yoxdur. Halbuki hal-hazırda görürsünüz ki, ehtiyac var, elə rəsmi şəkildə də düşüb sizə. Bəzi mövzular var ki, onları bəziləri keçə bilmədiyi üçün deyirlər ki, ehtiyac yoxdur, öyrənməyin, boş şeydir. İnanın mənə. Sizdən heç kim nağılvari mövzu istəmir imtahanda. Sizdən tətbiq etmək istəyir. Tətbiq etməni bilmək üçün incəliyi, detalları, situasiyanı yazmaq üçün o incə xırda məqamları bilməlisiniz. Dərk eləyəsiniz ki, situasiyanı yazasınız. Sizə qayda düşməyəcək imtahanda. Nəyi bilməsəniz, məndən birbaşa soruşarsınız. Həftədə dediyim kimi 2 dəfə dərs, həftədə 3-4 dəfə quiz olacaq. Ondan sonra həm dərsdə sizdən dərsi soruşacağam, həm də test işləmə texnikalarına keçəcəyik. Hamısı bir yerdə. Mükəmməl şəkildə öyrənəcəyik. Çalışaq ki, sentyabrın 10-una qədər, 9-una qədər proqramımızı bitirək, sonra bir dəfə də sürətli şəkildə gedək ki, nəticəmiz olsun. MİQ-ə hazırlaşanlar, işə qəbula hazırlaşanların da imtahanları dəqiqləşən kimi onlar da həmçinin qruplara ayrılacaq, ayrı qrupda təlimə cəlb olunacaqlar. Yəni bütün göndərdiyim dərslər mənə qaytarılsın. Bu gün dərsi izah edirəm, amma növbəti dərslər hazır şəkildə sizə göndəriləcək ki, onları evdə öyrənəsiniz. Mən sizə dərsdə aydın olmayan məqamları izah edeyim. Yəni dərsdə dərs izahını verəndə artıq belə deyim, sizdən soruşmağa da vaxt qalmır, testdə də vaxt qalmır, bu da nəticə vermir, quizə də vaxt qalmır. Çalışaq ki, mənim dediyim ardıcıllıqla düzgün şəkildə gedək və dediyim nəticəni götürəsiniz, digər müəllimlərim kimi. Belə. Başlayaq dərsimizə. Bir də mütləq YouTube kanalıma abunə olarsınız. Mütləq abunə olun ki, bütün yeni videolar sizin qarşınıza çıxsın, gizlidə olan videolar. Belə. Müəllimlər, birinci mövzumuz sizə ilk mövzu olduğu üçün əsas anlayışlardır. Yəni, hardasa bizim ilk 2-3 dərsimiz ancaq qaydaya əsaslanacaq. Əsas anlayışlar, məktəbə qədər təhsilin təşkili qaydaları olsun. Bəzi mövzular var ki, onlara əsaslanacaq. Bir müddətdən sonra isə artıq biz metodikaya giriş edəcəyik. 2-3 dərsdən sonra metodikaya giriş edəcəyik. Alt standartları bitirəndən sonra da test işləmə texnikalarına başlayacağıq. Gələn dərs hər kəs 2 tamamda burada olsun. Bugün ilk dərs olduğu üçün istədim məlumat verim. Gələn dərs məlumat olmayacaq. Birbaşa hər kəs dərsdə olsun. Belə, müəllimlər, mövzumuz qeyd elədiyim kimi məktəbə qədər təhsildə əsas anlayışlardır. Birinci olaraq biz bilməliyik ki, məktəbə qədər təhsil nədir, məktəbə qədər təlim nədir və məktəbə qədər təhsil müəssisəsi nədir? Birinci olaraq bunları bilməliyik. Müəllimlər, baxın, məktəbə qədər təhsil nədir? Gəlin onu incələyək, yadımızda qalsın. Həm bu müsahibənizə düşə bilər, həm də test mərhələnizə. Birinci olaraq vurğulayım ki, siz bu təlimi mükəmməl şəkildə bilsəniz, ümumiyyətlə öyrənsəniz, tam dərk eləsəniz, sizin ikinci mərhələdə heç müsahibəyə hazırlaşmağa ehtiyacınız olmayacaq. Bir dənə nitqinizi açacaqsınız. Bütün müsahibəyə düşənlər də elə mənim proqramımda olanlardır. Mənim müəllimlərim çox gözəl bilir ki, ikinci mərhələdə heç müsahibədə onlar hazırlaşmayıblar. Əksəriyyəti gedib bildiyi mövzular əsasında cavab verib, yüksək nəticə ilə də işlə təmin olunublar. Həmçinin diaqnostika mərhələsindən sonra liderlik proqramına qoşulublar, rahatlıqla da keçiblər. Heç müsahibəyə ehtiyacları olmayıb. Ona görə də bu mövzular sizə sadəcə test imtahanının dərsləri kimi gəlməsin. Həm də müsahibənin dərsləridir. Bunlar düşür sizə imtahana. Məktəbə qədər təhsil nədir? Baxaq. Məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik və bacarıq vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Baxın, nədir? Məktəbə qədər təhsil, təhsilin ilkin pilləsidir. Birinci bu yadınızda qalsın. Testdə düşə bilər. Bəli, ilkin pilləsidir. Bunu öz dilinizdə deyəcəksiniz ki, yəni uşaqlarda intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Yəni uşağa nəticə verir, uşağa təhsil verir. Yenə də deyirəm, 4 inkişaf sahəmiz var. 4 inkişaf sahələrimizdən hamısını bilirsiniz də çox gözəl şəkildə ki, biz məktəbdəki kimi, yəni uşaqlara ancaq təhsil vermirik, tərbiyə də veririk. Biz onların sosial inkişafını, özünə xidmətini olsun, estetikini olsun, bütün inkişaf sahələrini formalaşdırırıq mükəmməl şəkildə. Bəs yaxşı, məktəbə qədər təhsil deyəndə necə yadda saxlamalıyam? Məktəbə qədər təhsil uşaqlarda intellektual, fiziki, mənəvi inkişafına xidmət edən, onda ilkin bilik, bacarıq, vərdişlər mənimsəyən ilkin bir pillədir də deyə bilərik. Həmçinin ilkin bilik, bacarıq və vərdişləri mənimsədən ilkin təhsil pilləsi də deyə bilərik.
Bir sözlə, məktəbə qədər təhsil nədir deyəndə deyəcəksiniz ki, uşaqlarda intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Öz nitqinizlə də bu sözləri ifadə edə bilərsiniz. Bəs desək ki, məktəbə qədər təhsil müəssisəsi nədir? Müəssisə əlbəttə ki, müəssisə olmalıdır. Sonda yazılır. Nə deyir? Hansı o biliyi, bacarığı mən harda keçirdirəm uşağa? Müəssisədə. Baxın, orada da yazılıb. Məktəbə qədər təhsilin dövlət standartları, yəni dövlətin qayda qanunu olsun, dövlətin verdiyi kurikuluma uyğun olaraq məktəbə qədər yaşlı uşaqların təlim tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Bəli, hər tərəfli əqli, fiziki, mənəvi inkişafını həyata keçirən təhsil müəssisəsi məktəbə qədər təhsil müəssisəsi adlanır. Sonra müəllimlər, baxın, məktəbə qədər təhsildə dövlət standartı nədir? Ona baxacağıq. Dövlət standartı deyəndə unutmayın, cəmiyyətin, ailənin, uşaqların, dövlətin tələbatına uyğun nəyə ehtiyacı var uşağın, nəyi öyrənməlidir uşaq? Bunların hamısını nəzərə alır və elmi pedaqoji prinsiplər əsasında hazırlanan məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Hansı ki, yəni uşağa hansı biliyə, hansı bacarığa ehtiyacı var, ailənin nəyə ehtiyacı var, cəmiyyətimizin nəyə ehtiyacı var? Bunlar əsasında ümumi normalar məcmusu hazırlanır və uşaqlara keçirilir. Dövlət standartı. Diferensiallaşma nədir? Diferensiallaşmanı ayrı bir mövzu kimi keçəcəyik. Ümumiyyətlə, burada olan terminləri ayrı-ayrı mövzu kimi keçəcəyik. Hardasa çoxunu ayrı mövzu kimi keçəcəyik. Sadəcə termin olaraq bilməlisiniz. Diferensiallaşma dedikdə uşaq önümlülüyü prinsipimizə aiddir, didaktik prinsiplərdən. Gələcəkdə keçəcəyik o didaktik prinsipləri. Təbii ki, diferensial təlim deməkdir. Yəni, fərdi yanaşmadır, meyl marağı nəzərə almadır. Oxuyaq cümlələri. Təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunmalıdır. Yəni, mən bir müəllimi olaraq uşaqların hansı ki, uşaqlara təlim keçəndə, uşaqlara bir tapşırıq verəndə, onların fərdi xüsusiyyətlərini nəzərə almalıyam. Elə uşaq var ki, tutaq ki, deyirəm, müəllimlər gözəl şeir deyə bilir. Elə uşaq var ki, gözəl musiqi çala bilir. Elə uşaq var ki, gözəl idman edə bilir. Elə deyil. Mən məsələn idmanı sevməyən bir uşağa idman hərəkəti verməli deyiləm. Və yaxud da şeir deməyi bacarmayan bir uşağa şən şeir oxumalısan deyə onu məcbur edə bilmərəm. Və yaxud da yarış keçirdirəm uşaqlar arasında. Biri gözəl şeir deyə bilir, digəri amma şeir deyə bilmir. Mən ikisinə də tədbir üçün şeir verə bilmərəm və ya yarışmaya onları qoşa bilmərəm. 2 dənə uşaqdır, deyirəm ki, sən də qaçmalısan, sən də qaçmalısan. Biri qaça bilmir və yaxud da ki, bədənində xüsusi bir problem var, qaça bilmir. Bunların hamısını nəzərə almalıyam ki, bu uşaq nəyi bacara bilər? Yəni, yükləməməliyəm. Fərdi yanaşmalıyam, meyl marağı nəzərə almalıyam, istəyi nəzərə almalıyam, bacara bildiyini nəzərə almalıyam, bacara bilmədiyini nəzərə almalıyam. Bir sözlə diferensial yanaşma dedikdə, yəni fərdi xüsusiyyətləri nəzərə almalısan. Öz dilinizlə deyin, məcbur deyil mənə kitab cümlələri ilə qaytarın. Mən situasiyalar verəcəm gələn dərsdə. Burada artıq maraq tələbat deyəndə diferensiallaşma, fərdiləşmədir. Əqli inkişaf səviyyələri, hansı ki, nəyi necə öyrənir, idraki necədir, dərsi necə öyrənir, hansı ki, verəcəyim tapşırıqlar onun idrak səviyyəsinə uyğundurmu? Psixofizioloji xüsusiyyətləri, məsələn, uşaq var ki, qrupla işləmək istəmir, tək işləmək istəyir, fərdiliyi sevir və yaxud da içinə qapanıq uşaqdır və ya sosial uşaqdır. Ona uyğun mən ona o tapşırığı verirəm. Məcbur eləyə bilmərəm fərdiliyi istəyən bir uşaq, təklikdə oturan bir uşağa mən məcbur eləyə bilmərəm ki, sən get qrupla oturmalısan. Bu düzgün bir yanaşma deyil. Burada artıq müəllim nəyi pozur deyənlər diferensiallaşma və fərdiləşməni pozur deyəcəksiniz özlüyünüzdə. Sonra müəllimlər deyir ki, burada məktəbə qədər təhsildə qiymətləndirmə nədir? Bu diferensiallaşma var ha, imtahana situasiya kimi düşür. Ona görə də yəni yadınızda qalsın ki, müəllim əgər uşağın meylini, marağını nəzərə almayıbsa, diferensiallığı pozur və uşaq önümlülüyü prinsipinə aiddir. Bu da yadınızda qalsın. Hansı prinsip deyəcəksiniz? Uşaq önümlülüyü prinsipinə aiddir, didaktik prinsiplərdən və diferensiallaşma kurikulumun tələbidir. Bu da yadınızda qalsın. Sonra məktəbə qədər təhsildə qiymətləndirmə nədir? Uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsidir. Hansı ki, yəni qiymətləndirmə deyəndə uşağın əqli, bütün inkişaf sahələri də 4 inkişaf sahəsinin 4-də
və fiziki olsun, bunları keçəcəyik ayrıca. İdrak olsun, estetik olsun, sosial olsun, bunların hamısını haqqında toplanmış məlumatlar dəyərləndirilir. Yəni ümumi olaraq dəyərləndirilir. Bu nə olur? Bu qiymətləndirmə. Yəni biz bu qiymətləndirməni necə keçirik? Gələcəkdə onu keçəcəyik. Hansı ki, illik plan olsun, cari plan olsun, formativ qiymətləndirmə, diaqnostik qiymətləndirmə, yekun hesabat, bunların hamısı ayrılıqda keçiriləcək. Sadəcə qiymətləndirmə nədir? Biləsiniz. Bütün inkişaf sahələri haqqında toplanmış məlumatların dəyərləndirilməsidir. Sonra müəllimlər görürsünüzmü? Məktəbə qədər təlim yazılıb orada. Bir var təhsil, məktəbə qədər təhsil. Bir də var məktəbə qədər təlim. Bunların arasında fərq nədir? Baxaq təlimə. Deyir ki, məktəbə qədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşmasına yönəlmiş prosesdir. Nə deməkdir bu? Yəni məsələn, təhsildə öyrənirəm, təhsildə biliyi, bacarığı verirsən, öyrədirsən, keçirsən, təlimdə nə edirsən? Tətbiq elətdirirsən. Məsələn, nümunə olaraq deyirəm, bu gün mən cari plan necə yazılır, onu öyrənmişəm. Getmişəm müəllim yoldaşımdan öyrəndim. Tutaq ki, cari plan necə yazılır, öyrəndim. Bu öyrənmədir. Bu elə bir ki, təhsildir. Burada mən mənimsədim nəysə. Artıq təlim deyəndə gedib onu özüm yazıram. Bax, burada da belədir. Uşağa nəyisə öyrədirsənsə, təhsildir. Mənimsəyirmi? Təhsildir. Təlim deyəndə hərəkətdə də artıq onu özü yerinə yetirir. Necə ki, təlimdə dərsi mən keçirəm, öyrənirsiniz. Artıq daha doğrusu təhsildə mən keçirəm, öyrənirsiniz. Təlimdə də deyirəm ki, alın, müəllimlər testi yazın. Götürün bu testi yazın. Bu artıq nədir? Orada artıq iş sizin üzərinizdə düşür. Təhsillə təlimin fərqi budur ki, təhsildə öyrənirsən, mənimsəyirsən, təlimdə isə tətbiq edirsən. Görürsünüz, açar söz olaraq tətbiq sözü orada yer alır. Sonra keçirik nəyə? Məktəbə qədər xüsusi təhsil müəssisəsi nədir? Təbii ki də xüsusi təhsil müəssisəsi deyəndə bura bilirik də sağlamlıq imkanları məhdud olan məktəbə qədər yaşlı uşaqların təhsil alması üçün yaradılan təhsil müəssisəsidir. Hansı uşaqlar təhsil alır? Sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alır burada. Sonra metodist kimdir müəllimlər? Metodist deyəndə unutmayın. Metodist metodik rəhbərliyi həyata keçirilir. Oxuyaq. Məktəbə qədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali təhsilli bir mütəxəssisdir. Gəlin indi ona aid bir nümunə gətirək. Məsələn, mən tərbiyəçi müəlliməm. Mən uşaqlarla məşğul oluram. Müdür bağçanı idarə edir. Metodist isə təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirilir. Görün müəllimə məşğələsini düzgün qururmu? Müəllimə icmalını düzgün yazırmı? Və yaxud da ki, tutaq ki, deyə bilərəm, müəllimə uşaqlarla düzgün işləyirmi? Və ya necə deyim, qruplarda bölünmə olsun, pedaqoji şuralarda iştirakı olsun, eyni zamanda daxili bölgü olsun, valideynlərlə iş planı olsun. Bütün, yəni məktəbə qədər təhsildə bütün işlərə metodik rəhbərliyə həyata keçirilir ki, pedaqoji cəhətdən sadəcə pedaqoji rəhbərliyə, texniki işçilərə qarışmır. Görüm düzgün şəkildə, yəni bu işləri aparırmı? Çünki bəzi müəssisələrdə metodist var, amma bəzi yerlərdə yoxdur. Bəzi yerlərdə belə deyim, müdür bu işə baxır, amma müdür sadəcə idarə etməyə baxdığı üçün əslində metodistin olmağı yaxşıdır ki, təlim-tərbiyə işlərində artıq müəllimlər də bir səhv eləyəndə metodistdən məsləhət ala bilsinlər. Metodist yəni tərbiyəçidən qat-qat biliyə sahib olmalıdır, təcrübəsi çox olmalıdır. Ona görə də hazırda bilirik ki, 10 ildən yuxarı olan şəxslər metodistliyə verə bilərlər. Rayonun da metodisti ola bilər, həmçinin bağçanın da metodisti ola bilər. Yəni vəziyyətə uyğun olaraq təbii ki də dəyişir. İndi dediyim kimi metodist deyəndə təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən kimdir? Ali təhsilli mütəxəssisdir. Bəs dayə kimdir müəllimlər? Dayənin əlbəttə ki biz əmək funksiyalarını, eyni zamanda tərbiyəçinin əmək funksiyalarını hamısına baxacağıq. Dayə gələcəkdə. Dayə uşaqlara qulluğu və nəzarət həyata keçirən şəxsdir. Nə edir? Uşağa qulluq və nəzarət texniki işçidir həm də. Ona görə də yəni pedaqoji işçilər siyahısında onu götürməyin qətiyyən. Dayə qulluğu və nəzarət həyata keçirən şəxsdir. Defektoloq bəli pedaqoji işçidir. Baxaq, defektoloq nə işə baxır? Uşaqların əqli və fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Bir var logoped, bir də var defektoloq. Onsuz logopedi aşağıda sizə izah edəcəm. Yenə də burada da istəyirəm ki, ayırım. Çox müəllim logopedlə defektoloqu qarışdırır. Defektoloq deyəndə uşağın məsələn əqlində bir geriləmə var. Yaddaşsızlıq var. Nəsə bir narahatçılığı var. Və yaxud da ki, gəzəndə ayağı tez-tez axsıyır. Və yaxud da başqa qolunda bir problem var. Və ya nə bilim, qələmi heç tuta bilmir, barmaqlarında boşluq var. Məsəl üçün deyirəm də, əqli beyinlə bağlı, bədənlə bağlı hansı problemi varsa uşağın, fiziki bütün qüsurlar. Bunların bütün korreksiyası ilə məşğul olur defektoloq.
defektolog, defekti yəni aradan qaldırır. Ona görə də yəni defektoloqla logopedi qarışdırmayın. Logopedi də demək istəyirəm sizə ki, defektoloq bu işlərə baxır. Logoped sadəcə nitqə baxır. Sadəcə danışığa baxır. Ona görə də yəni unutmayın onu. Dediyim kimi logoped nəyə baxır? Sadəcə nitqə baxır, sözə baxır, tələffüzə baxır. Sonra icma əsaslı məktəbəqədər təlim qrupu nədir? İcma dedikdə müəllimlər bilirsiniz də məktəbin tərkibində olur, əlavə digər müəssisələrdə olur. Yəni ixtisaslı pedaqoji kadr olduğu halda, ixtisaslı pedaqoji kadr deyil olduğu halda, yəni ola bilər də müəyyən müəllimlər ola bilər. Valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə bəzi yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupudur. Yəni ixtisaslı pedaqoji kadrı tapır, valideynlər və qanuni nümayəndələr görür ki, məsələn, bağçalarda yer yoxdur, uşaqlar kənarda qalıb, müraciət edirlər, icma yaranır. Eyni zamanda uşaqlar da həmin o icmaya cəlb olunur. İcmada 3-5 yaş qarşı olur. Yəni 3-5 yaşlı uşaqlar olur orada. Bir də var qısa müddətli təlim qrupu. Onu da indi deyəcəm, aşağıdadır sizə. Yəni birinci olaraq icma ödənişli gedir. Niyə ödənişli gedir? Ödəniş etmirik. Sadəcə layihə olduğu üçün ümumi ödənişli gedir hələ ki. Yəni valideynlər ora ödəniş etmir. Sonra inklüzivlik nədir müəllimlər? İnklüzivlik sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil alma hüququnun təmin edilməsidir. Nədir? Sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil alma hüququnun təmin edilməsidir. Artıq burada uşaq var ki, biz onu deyə bilmərik ki, əvvəlki dövrdə olub da bağçaya gəlməsi və ya məktəbə gəlməsi, mənim uşağım ondan yaxşı şeylər öyrənmir, autizm ola bilər, Down sindromu ola bilər, əqli geriliyi ola bilər, fiziki bir narahatçılıq ola bilər. Yəni onu fərq eləmir. Əgər o uşaq bağçaya gəlmə potensialı varsa, müəyyən normalara uyğun, mərhələlərə uyğun bölünürlər də. Gələcəkdə inklüziv təhsili biz ayrı bir mövzu kimi keçəcəyik sözsüz ki. Yəni bu uşaqlar artıq digər uşaqlar kimi bərabər hüquqlu şəkildə təhsil ala bilərlər. İnnovasiya nədir? Müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərdir. İnnovasiya yenilikdir. Yəni müxtəlif təşəbbüslər, tədqiqatlar, axtarmalar, araşdırmalar nəticəsində formalaşan mütərəqqi xarakterli yeniliklərdir. Biz yəni təlim-tərbiyə dövründə yeniliklər üzə çıxardırıq. Qanuni nümayəndələr kimlərdir müəllimlər? Qanuni nümayəndələri deyim sizə. Uşaqların hüquqlarını və qanunla qorunan maneəfeylərini təmsil edən valideynlər, övladlığa götürənlər və qəyyumlar nəzərdə tutulur. Yəni burada qanuni nümayəndə dedikdə valideynlər nəzərdə tutulur. Bir var, övladlığa götürənlər nəzərdə tutulur. Ola bilər ki, hansı ki, nənə baba yanındadır, ata-anası yoxdur uşağın və yaxud da ki, dövlət himayəsindədir. Bir sözlə uşaq cəhətdən kim ki, hüquqi şəxsdir uşaq üzərində, hüquqi əsaslarla valideyn kimi çıxış edirsə, həmin şəxslər qanuni nümayəndələr adlanır. Yəni, qanuni nümayəndə dedikdə valideyn, övladlığa götürən və qəyyumlar. Sonra müəllimlər, qısa müddətli təlim qrupu nədir? Qısa müddətli təlim qrupu ilə icmanın fərqini deyəcəm sizə. Qısa müddətli bilirsiniz nədir? Uşaqların hüquqlarını və qanunla qorunan maneəfeylərini təmsil edən valideyn, daha doğrusu valideynlərin və digər nümayəndələrin istəyi nəzərə alınmaqla bunu dediyi qısa müddətli təlim qrupuna deyir ki, valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq hərflər xırdadır, gözüm sürüşür. Aha. Qısa müddətli təlim qrupu nədir? Baxın, valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupudur. Burada nədir? Yenə də valideynlərin və qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyası var. Məsələn, icmada nə dedim? 3-5 yaş qarışıq deyil, 3-5 yaş var. Bəs qısa müddətlidə nədir? Qısa müddətlidə yaş kateqoriyası var müəllimlər. Yaş kateqoriyası. Yəni burada artıq eyni ildən olan uşaqlar olur. Məsələn 2022-ci ilin uşaqları sadəcə və ya 2023-cü ilin uşaqları. Elə bir ki 3-4 yaş və ya 4-5 yaş və 5-6 yaş arası olan uşaqlar. Yəni burada 3-5 yox. Məsələn 1-2 yaş bir ilə aiddir axı, 2-3 yaş bir ilə aiddir axı. Ona görə də illə götürülür. Yəni yenə də deyirəm, yaş kateqoriyası sözü varsa qısa müddətlidir və ödənişsiz qeyd olunub. Logoped nədir? Bayaq dedim sizə, dedim ki, defektoloqu izah elədim. Əqli və fiziki qüsurların korreksiyası ilə məşğul olurdu. Logoped nə edirdi? Nitq qüsurlu. Sadəcə nitqa logoped baxır. Aparılan onlarda yəqin ki, uşaqlar olsun, əhatəsində logoped yanına gedən uşaqlar olmaz əhatənizdə.
Yəni burada nitq qüsurlu uşaqlarla işləyən ali pedaqoji mütəxəssis kek eləməyə baxa bilər və yaxud da ki, uşaq var ki, r hərfini deyə bilmir, onun üzərində iş apara bilər, tələffüzlə bağlı. Ümumiyyətlə nitqlə bağlı olan hər şey loqopedə aiddir. Bəs yaxşı, sağlamlıq imkanı məhdud uşaq dedikdə nə nəzərdə tutulur? Gəlin ona baxaq. Deyək ki, xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlığı və əqli və psixi ləngimələri olan uşaqdır. Bəli, burada artıq sağlamlıq imkanı məhdud deyəndə əlbəttə ki, xüsusi təhsil şəraitinə ehtiyacı olur, fiziki çatışmazlığı olur, əqli və psixi ləngimələri olan uşaq nəzərdə tutulur. Müəyyən qədər çətinliyi olan uşaq nəzərdə tutulur. Bəs kurikulum nədir, müəllimlər? Kurikulumu indi sizə mən elə formada deyəcəm ki, tam yadınızda qalacaq. Ola bilər ki, bu həm sizin imtahanınıza düşsün, həm də ki, belə deyim, sizdə ümumi olaraq müsahibə mərhələnizdə düşsün. Siz onu cümlə ilə, sözlə ifadə etməyə bacarmalısınız. Normalda komissiyada da ən çox bağçaya komissiyaya gələndə daha çox elə bu sual verir ki, ay müəllimə, kurikulum nədir? Sən kurikulumu necə başa düşmüsən deyirlər. Gəlin baxaq. Kurikulum deyəndə unutmayın. Nə deyir burada? Təhsil proqramı kurikulum. Kurikulum tələb yönümlülüyü prinsipinə aiddir. Kurikulum yenilikçidir. Kurikulum uşaq yönümlülüyü üzərində qurulub. Bu yadınızda qalsın. Bunları bir yerə yazarsınız. Uşaq yönümlülüyü üzərində qurulub. Və şəxsiyyət yönümlülüyü üzərində uşaqları inkişaf etdirməliyik. Yəni uşağın meyl marağı nəzərə alınmalıdır. Uşaq ön planda olmalıdır. Müəllim yönümlü deyil. Müəllim yönümlüdür desə səhvdir. Kurikulum müəllim yönümlü deyil, uşaq yönümlüdür. Bu bir açar söz sizə. Sonra təhsil nəticələri, inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, monitorinqin aparılması sistemini özündə əks etdirən nədir? Dövlət sənədidir. Yəni, ənənəvi təhsil var, bir də var kurikulum. Ənənəvi keçmişdir. Kurikulum indikidir. Ənənəvi təhsildə dərsi verirdin uşağa, gəlirdi, nə danışırdı o? Heç nə axtarmaq, araşdırmaq, yaradıcılıq yox idi. Ümumiyyətlə onun inkişaf səviyyəsini ölçmürdük. Bu sinifdən o sinifə keçirdi. Amma indi uşaqların inkişaf səviyyələrini artıq biz ölçürük. Bu yaşında uşaq deyirik, bunu bacarmalıdır ilin sonu üçün. Burada nə deyir? Təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Hansı ki, məzmun standartı, pedaqoji prosesin təşkili, qiymətləndirmə, monitoring varsa, bilin ki, bu kurikulumdur. Yəni, inkişaf sahələri varsa, təlim nəticələri varsa, dövlət standartları, monitoring, qiymətləndirmə varsa, bu aid olur kurikuluma. Siz də belə bu formada deyəcəksiniz. Yəni, kurikulum nədir deyəndə deyəcəksiniz ki, kurikulum özündə inkişaf sahələrini, təlim nəticələrini, pedaqoji prosesi, qiymətləndirməni və monitorinqi özündə əks etdirən konseptual dövlət sənədidir. Konseptual dəyişən deməkdir. Dəyişən dövlət sənədidir. Sonra müəllimlər, təhsildə inteqrasiya nədir? İnteqrasiya deyəndə təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsipdir. Yəni əlaqələndirmə. Məsələn, fiziki ilə idraki, estetik ilə sosialı. Bunu gələcəkdə keçəcəm sizə bir mövzu kimi. Sadəcə bilin ki, inteqrasiya nədir? Əlaqələndirmə. Qurtardı. Sonra təhsilin məzmunu nədir? Uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusudur. Yəni, uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusudur. Məzmun deyəndə, yəni mən uşağa nəyi öyrədəcəm? Onların məzmunundan söhbət gedir. Sonra müəllimlər, burada yer alır. Tərbiyəçi müəllim kimdir? Birinci olaraq biz baxırıq. Tərbiyəçi müəllim uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən, həyata keçirən, məktəbə qədər təhsil müəssisəsi üzrə ali və orta ixtisas təhsilli şəxs görürsünüz. Ali və orta ixtisas qeyd olunub. Məsələn, amma metodistdə qeyd olunmamışdı, özünüz görmüşdünüz. Yəni, tərbiyəçi müəllim deyəndə uşaqların tərbiyəsini həyata keçirdir. Hər tərəfli inkişafına xidmət edir. Məktəbə hazırlıq təlimini təşkil edir, həyata keçirdir. Ali təhsilli olur, orta ixtisas təhsilli ola bilər, sırf məktəbə qədər təhsil üzrə. Sonra, məzmun standartı nədir? Məzmun standartı, əsas standart, alt standart bir yerdə məzmun standartıdır. Bunu gələcəkdə keçəcəm sizə, ona görə fikrinizi qarışdırmaq istəmirəm. Bir dənə bunu bilin ki, məzmun standartı deyəndə uşağın qarşısına qoyulan dövlət tələbidir, bilik və bacarıq səviyyəsinə. Motivasiya nədir? Motivasiya məşğələlərimizdə biz istifadə edirik də, maraq yaratmaq, motivasiya yaratmaq. Məşğələnin vacib komponentidir, bəli, birinci mərhələsidir məşğələnin. Sonra, idrak fəallığına təkan verən prosesdir. İdrak fəallığı deyəndə meyl maraq yaradır da, yəni sənin idrak kimi fəallaşdırır,
sənə maraq yaradır deməkdir. Sonra dəyər nədir? Dəyər şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. Dəyərləndirmə deyəndə toplanmış məlumatların təhlili və nəticələrin çıxarılmasıdır. Tamamilə doğrudur. Çünki dəyər deyəndə artıq şəxsiyyətə aid olan dəyər verməkdir. Dəyərləndirmə deyəndə toplanmış məlumatların təhlili və nəticələrin çıxarılmasıdır. Sonra əməkdaşlıq nədir? Tərbiyəçi müəllim və uşaq, uşaq, valideyn, tərbiyəçi müəllim, uşaq və valideyn münasibətlərinin qarşılıqlı fəaliyyətinin təmin olunmasıdır. Gördünüzmü? Qarşılıqlı fəaliyyətinin təmin olunmasıdır. Yəni burada bir sözlə əməkdaşlıq deyəndə birbaşa olaraq valideyn, uşaq, müəllim, müəllim, valideyn münasibətləri nəzərdə tutulur. Yəni bir-biri ilə olan əməkdaşlığından söhbət gedir. Sonra müəllimlər. Var orada fasilitasiya, var orada fasilitator, var orada inkişaf sahələri. Fasilitasiya nədir? Birinci olaraq baxırıq. Fasilitasiya qrupda diskussiyanın təşkili, fəallaşdırılması, səmərəli yönəltmə prosesi. Fasilitator uşaq tərəfindən biliklərin əldə edilməsi prosesinə bələdçi rolunu yerinə yetirən şəxsdir. Fasilitasiya diskussiyanı təşkil edirsən, fəallaşdırırsan, səmərəli yönəldirsən, amma fasilitator deyəndə artıq əldə olunmasını həyata keçirən bir şəxsdir. Necə deyim sizə? Məsələn, mən müəlliməm, mən uşaqlara məşğələ keçirəmsə, mən fasilitatoram. Yəni, istiqamət verənəm, yol göstərənəm, şəxsəm. Fasilitator müəllim deməkdir. Yəni, uşaq tərəfindən biliklərin əldə edilməsi prosesinə bələdçi rolunu yerinə yetirən şəxsəm mən. Bələdçi rolunu yerinə yetirən şəxs fasilitatordur. Fasilitasiya odur ki, hər kəs müəyyən qədər fasilitator ola bilər. Yəni də ümumi olaraq. Amma hər kəsin dərsində də fasilitasiya olmur. Yəni fasilitator deyəndə hamı müəllim ola bilər, amma hamı yəni fasilitator olmur da, daha doğrusu. Belə deyək. Hər kəs yəni düzgün fasilitator olmur. Fasilitasiya nədir? Artıq qrupda diskussiyanın təşkili varsa, fəaldırsa, səmərəli yönəldə bilirsənsə sən o dərsi, orada artıq qaydaya, gözləntiyə, prosedura uşaqlar diqqət yetirirsə, bir-birini dinləyirsə, bir-biri ilə diskussiya, müzakirələr aparırsa, məşğələ qəşəng fəaldırsa, o fasilitasiyadır. Bir sözlə, fasilitator şəxsi, fasilitasiya dərsin gedişatıdır, diskussiyanın təşkilidir. Unutmayın bunu. Gələcəkdə bunu aid situasiyalar çox düşəcək, sizin imtahanınıza da düşmüşdür. Sonra inkişaf sahələri nədir? Biz bilirik ki, uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Bəli, məzmunun əsas və zəruri hissəsi aid olur inkişaf sahələrimizə. Yəni, uşaqlara öyrətdiyimiz o məzmunun əsas və zəruri hissəsidir. Sonra müəllimlər, nəticə önümlülüyü nədir? Əlbəttə ki, əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir, hansı ki məzmunun. Nəticə önümlülük deyəndə, yəni hansısa bir işi, planı görəndə əvvəlcədən planlayıram, əvvəlcədən nəticəni gözümdə canlandırıram, ona uyğun yola çıxıram. Əvvəlcədən yəni müəyyənləşdirmə varsa nəticə önümlülüyüdür. Sonra portfolio nədir? Portfolio dedikdə qovluqdur. Biz bilirik də uşağın əl işləri, eyni zamanda yerinə yetirdiyi bütün fəaliyyətlər həmin qovluğa qoyulur. Sonra müəllimlər, burada yer alır resurs, məzmun standartlarının reallaşmasında istifadə olunan təlim vasitələridir. Nədir resurslar? Məsələn, təlim standartlarının reallaşması deyəndə məzmun standartlarını, məsələn, mən bugün uşağın hansısa məşğələni keçirəm. Bu məşğələni keçəndə hansı vəsaitdən istifadə edəcəm, hansı avadanlıqdan istifadə edəcəm. Artıq bunlar harada yer alır? Resursda yer alır. Bunları unutmayın. Sonra şəxsiyyət önümlülüyü nədir müəllimlər? Gəlin onu xatırlayaq. Uşaqlarda zəruri həyati bacarıqların, dəyərlərin formalaşması prosesidir. Şəxsiyyət önümlülüyü deyəndə hər bir uşaq bu həyatda yaşaması üçün vacib olan bütün məqamları bilməlidir. Yatmaq, durmaq, yemək, içmək, eyni zamanda ayaqqabısının bağını bağlamaq, əynini, başını yığışdırmaq, otağını səliqəyə salmaq, ümumiyyətlə bütün bacarıqlarda zəruri olan bütün bacarıqları qatmaq, tullanmaq, bədən, fiziki, hər şey. Bunu didaktik prinsip olaraq zaten ayrıca keçəcəm sizə. Zəruri həyati bacarıqlar varsa, dəyər varsa şəxsiyyət önümlülüyüdür. Sonra şəxsiyyət önümlülüyü, bir də var təlim prosesi. Bir var şəxsiyyət önümlülüyü, didaktik prinsipi. Bir də var şəxsiyyət önümlülüyü, təlim prosesi. Yəni əsasında deyir fərdiliyin tanınması, yəni əsasında bir uşağın şəxsiyyət kimi olmasını sən deyir bilməlisən. Hər bir insanın orijinallığı, dəyəri, hər şeydən əvvəl şəxsiyyət kimi uşağın inkişafı, təkrar olunmaz subyektiv təcrübəsinə dayanan təlimdir. Bəli, burada artıq uşağın bir fərd kimi, bir şəxs kimi tanımalısan, onun bir insan olduğunu dərk eləməlisən, onun bir şəxsiyyət olduğunu bilməlisən, onun özünün, insan özünün təkrar olunmaz subyektiv təcrübəsinə dayanan, yəni insanın bir şəxsiyyət kimi olduğuna əmin olduğun bir təlim keçməlisən ki, sənin işin şəxsiyyət önümlü təlim olsun. Yəni birinci olaraq bilməlisən ki, sən bir uşağı şəxsiyyət kimi yetişdirirsən cəmiyyətə. Onun bir insan olduğunu, onun bir şəxsiyyət olduğunu nəzərə almalısan.
Təlim nəticəsi nədir? Müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Təlim nəticəsi deyəndə, yenə də deyirəm, müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin əsas, yəni konkret hissəsidir. Konkret hissəsi nəticə əldə etməkdə. Bu məşğələ sonu üçün də ola bilər, il sonu üçün də ola bilər ki, uşaq nəyi bacardı, uşaq bu məşğələdən sonra nə öyrəndi və ya uşaq ilin sonunda nə öyrəndi. Sonra təlim strategiyası nədir? Strategiya deyəndə iş forması, iş üsulu, metod nəzərdə tutulur. Metod, forma, üsul hardadır? Təlim strategiyasında. Bəs yaxşı, uşaq önümlülüyü nədir? Təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyl və marağına, təhsil tələbatına ödənilməsinə, həmçinin istedad və potensialının reallaşmasına və inkişafına yönəldilməsidir. Artıq burada meyl, maraq varsa, təhsil tələbatı varsa, birbaşa olaraq olur uşaq önümlülük. Müəllimlər, hər şey aydındırmı? Nəsə aydın olmayan bir məqam qaldı mı burada? Mənə deyin, zəhmət olmasa digər məqama keçəcəm, digər dərsə. Dərsə deyəndə digər qaydaya. Aydındırmı hər şey? Bəli. Çətin heç nə yoxdur ki, ümumi olaraq, yəni tam mənimsədinizmi? Sadəcə üzərindən girib təkrarlamaq qalır. Ümumi cümlə bunu hər mənə şey ifadə yaxşı. etməyiniz qalır. Aha. Digər PDF açır. Ayda müəllimə, salam, necəsiz? Salam, müəllimə, hər vaxtınız xeyir, yaxşı olasınız. Bu PDF-ləri hara atasınız? Biz Qrupa, PDF qrupu yaradacağım, müəllimə avqust 2-ci qrupda ora göndərəcəm. Avqust 1-ci qrup dolub, o heç demirəm. Avqust 2-ci qrup olduğunuz qrupun PDF qrupunda yaradacağım. Tamam, çox sağ olun. Sağ olun. İndi gözləyim bircə dəqiqə. Digər hissəni də açdım sizə. Məktəbə qədər təhsil əsas anlayışları. İndi məktəbə qədər təhsilin təşkili qaydaları haqqında danışmaq istəyirəm. Ümumi olaraq bu nəzərimizə çatdıraq. Görünürmü ekran? Bəli. Əla. Baxaq müəllimləri, məktəbə qədər təhsilin təşkili qaydaları nədir? Yəni, məktəbə qədər təhsil bayaqki birinci dərsidir. Birinci, yəni PDF-dir. İndi bu ikinci PDF-dir. Kiçik qaydada özünüz görürsünüz, 3-4 dənə cümlə yazılıb. Məktəbə qədər təhsilin təşkili qaydaları, necə təşkil olunur? Bütün qaydalar burada yer alır. İmtahana buradan sual düşə bilər. Nədir bu? Yəni, biz bilirik ki, Azərbaycan Respublikasında məktəbə qədər təhsil 1-6 yaşlı uşaqlara əhatə edir. Bəli, 1-6 deyəndə, yəni 1 yaşında, 2 yaşında, 3, 4, 5, 6 yaşındakı uşaq da məktəbə gedə bilər. 6 yaşına qədər, daha doğrusu 6 yaşında artıq məktəbdir. Yəni 1-6 yaşa qədər olan dövrü əhatə edir. Hansı ki bu 2 yerə bölünür. Erkən məktəbə qədər dövr, böyük məktəbə qədər dövr. Erkən məktəbə qədər 1-3-dür, böyük məktəbə qədər 3-6-dır. Erkən 1-3, böyük 3-6. Hansı ki 1-3 deyəndə 1-2, 2-3, 3-6 deyəndə 3-4, 4-5, 5-6 nəzərdə tutulur. Çünki 1-3 balacalardır, 3-6 böyüklərdir. Və bunlar ayrı-ayrılıqda, yaşlarını da deyəcəm sizə, təbii ki də onlar da yadınızda qalsın. Yəni məktəbə qədər təhsildə, belə deyim, 1-2 yaşlı uşaqlarda, birinci kiçik qrupda olur, ümumi olaraq uşaq sayı 15 dənə uşaq, 2-3 yaşında da 15 dənə uşaq olur. 3-4 yaşında 20 dənə, 4-5 yaşında 20 dənə, 5-6 yaşında 20 dənə. Bəs yaxşı, qarışıq qrupda nə qədər olur? Biz nə dedik? 1-3 yaş, 3-6 yaş əhatə edirdi. Demək ki, 1-2, 2-3-də ayrı-ayrılıqda uşaq sayı 15-15-dirsə, bunları bir yerə qarışdıranda nə qədər olur? 5 dənə azalır, 10 dənə uşaq. 1-3-ü qarışdıranda olur 10 dənə uşaq, amma ayrı-ayrılıqda 1-2 ilə 2-3-də olur 15 uşaq. Bəs yaxşı, 3-6-nı qarışdıranda nə qədər olur? Biz bayaq dedik ki, 3-4, 4-5, 5-6 ayrı-ayrılıqda, hər üçü ayrı-ayrılıqda 20 uşaqdır. Amma 3-6-nı mən qarışdıranda bir yerə olur 5 dənə çıxıram, olur 15 uşaq. Çünki qarışıq qruplarda yaş qrupu fərqlidir, uşaqların düşüncəsi fərqlidir, analiz eləməyi, dərk eləməyi fərqlidir. Ona görə də orada uşaq sayı az olur, uşağın xüsusiyyətlərini biz bilməliyik, ağlayan uşaq olur, narahat uşaq olur. Yəni ona görə də orada say az olmalıdır. Amma belə yaş kateqoriyasına görə 1-2, 2-3, 3-4, 4-5, 5-6-da standart olur. Məsələn, 1-2 ilə 2-3-də olur 15 uşaq, 3-4, 4-5, 5-6-da 20 uşaq. Amma 1-3-də olur 10 dənə uşaq. 5 dənə çıxanda qarışıq qrupda 1-3-də 10 dənə uşaq olur. 3-6-da da 15 dənə uşaq olur. Bu yadınızda qalsın.
Belə, məktəbəqədər təhsil müəssisəsində gün rejimi, normaları, qaydaları, uşaqların yaş dövrləri, qruplara bölünməsi, yaş dövrlərində təhsilin məzmunu olsun, istiqamətləri müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Yəni, müvafiq icra orqanı, müvafiq sözü mütləq şəkildə qeyd olunmalıdır. Yəni, Təhsil Nazirliyinə keçibdə siz özünüz də bilirsiniz. Burada artıq gün rejimini kim qurur? Yəni, burada deyir ki, məktəbəqədər təhsil müəssisəsində gün rejimi, normaları, məzmunu, onun istiqaməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Yəni, hansı ki, uşaqları mən öz-özümə qrupa bölə bilmərəm. Məsəl üçün, 4-5 yaşındakı uşağa deyə bilmərəm ki, sən get orta qrupa. 4-5-dirsə, 4-5-ə getməlidir. Bunu dövlət qanununu qoyub, qaydasını qoyub, qidasını qoyub, yaş dövrünü qoyub, gün rejimini standart verib ki, uşaq bu saatda bu fəaliyyət yerinə yetirəcək. Artıq bu aid olur, dediyimiz kimi, kim tərəfindən? Təhsil Nazirliyi tərəfindən və yaxud da ki, yazıla bilər ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Sonra, məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə, uşaqların sayına uyğun konspektləşdirilir. Nədir bu? Yəni, burada artıq qruplar məktəbəqədər təhsilin növünə uyğun konspektləşdirilir. Məsələn, mənim bağçam 3-6 yaşlı uşaq bağçası gedir. Mənə qrupuma 1-2 yaşlı uşaq gələ bilməz. Çünki bizim bağça 3 yaşından sonra başlayır. Elə bağça var, körpələr evi uşaq bağçasıdır. Eləsi də var, yalnız uşaq bağçasıdır. Yalnız uşaq bağçası olan 3-6 yaşa aiddir. Körpələr evi uşaq bağçası olan artıq 1-6 yaşa aiddir. 1-dən 6-ya qədər uşaqlar orada qala bilər. Belə. Yəni, burada artıq qruplar olsun, bunlar artıq növünə uyğun, məktəbəqədər təhsilin növünə uyğun konspektləşdirilir. Məktəbə hazırlıq neçə yaşlı uşaqlar üçün zəruridir deyəndə 5 yaşlı uşaqlar üçün zəruridir məktəbə hazırlıq. 5 yaşlı uşaqlar üçün 5 yaşlı uşaq mütləq getməlidir və zəruridir. Sonra, məktəbə hazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində habelə ailədə həyata keçirilir. Məktəbə hazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Burada nədən söhbət gedir? Hansı ki, məktəbə hazırlıq deyəndə, yəni məktəbəqədər təhsil müəssisələrində, ümumi və orta təhsil müəssisələrində habelə ailədə həyata keçirilir. Yəni, mən istəsəm 5 yaşlı uşağımı məktəbə hazırlığa qoymaya da bilərəm, amma zəruridir, orası öz yerində. Evdə təhsil verə bilərəm uşağıma, elə ola bilər ki, bağçaya göndərə bilərəm, elə ola bilər ki, məktəbə göndərə bilərəm. Yəni, 3 yerdə uşaq təhsil ala bilər, amma eyni anda 2 dənə dövlət müəssisəsində təhsil ala bilməz. Bu qeyri-qanuni bir şeydir, yəni ola bilməz. Sonra, müəllimlər, deyəcəm sizə, burada hər bir uşağın eyni zamanda dövlət məktəbəqədər təhsil müəssisəsində, habelə müəssisə və təşkilatlarda dövlət hesabına məktəbə hazırlıq təhsil almasına yol verilmir. Bəli, eyni anda 2 yerdə ala bilməz. Məsələn, mən bugün məktəbə qoymuşam, sabah da məktəbdən elə çıxsın, getsin bağçadakı məktəbə hazırlığa, axşama qədər qalsın deyə bir şey yoxdur. 2 dənə dövlət müəssisəsində oxuya bilməz, yəni ümumiyyətlə təhsil ala bilməz. Sonra 7. Məktəbəqədər təhsil müəssisəsində fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə və icma əsaslı yaxud qısa müddətli təlim qrupları yaradıla bilər. Yəni, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən yerlər var, kəndlər var, dağlıq ərazilər var. Burada artıq valideynlərin istəyi ilə ailə və eyni zamanda ailə tipli, icma əsaslı və yaxud da ki, qısa müddətli təlim qrupları yaradıla bilər. Kiçik ailə tipli də yarada bilərik, hətta icma da yarada bilərik, qısa müddətli də yarada bilərik. Bayaq qısa müddətlini də demişdim. Ailə tipli icma əsaslı, qısa müddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bəli, orada da artıq qısa müddətli də ailə hansı ki, tipli də olsun və yaxud da ki, belə deyim, digərlərində hamısına mütləq dövlət nəzarət edir. Dövlət müəssisəsidirsə, dövlət həmişə nəzarət edir. Sonra 9-a baxırıq müəllimlər. Burada da deyir ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi, hansı ki, iştirakçılarının, əlillərin, tək işləyən valideynlərin, 1-ci və 2-ci qrup ailələrin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların, uşaqların, çox uşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Nə deməkdir bu? Yəni, ilk növbədə hansı uşaqları sistemdə qəbul edirlər? Şəhid uşaqları qabağa düşür. Məsələn, siz övladınızı keçirtmişsiniz, növbədə 4-cü yerdədir. Məsələn, şəhid övladı var orada, artıq sizin övladınız ondan sonraya düşəcək. Yəni, ümumi olaraq birinci nəzərə alınan uşaqlar həmişə ehtiyacı olan uşaqlardır. Şəhid ailələri, qazi ailələri,
çox uşaqlı ailələr, atasından biri işləyirsə, həmin belə deyim də valideynlərindən biri tutaq ki, atası işləyirsə, həmin uşaq orada təhsil ala bilər və yaxud da ki, oxuyan ananın uşaqları təhsil ala bilər. Yəni bir sözlə ehtiyacı olan uşaqlar ön planda olur məktəbəqədər təhsilin təhsili qaydalarında. Unutmayın, birinci və ikinci qrup əlil olsun, hərbi xidmətdə olan valideynlər olsun, çox uşaqlı ailələr olsun, qəyyumluqda olan uşaqlar olsun, nəzərdə tutulur. Aydın oldu mu müəllimlər bu mövzuda? Zəhmət olmasa rəylərinizi götürün. Aydındırmı? Bəli, müəllimə. Bəli, müəllimə. Bəli, müəllimə. Bəli, müəllimə. Əla. İndi müəllimlər başqa bir PDF açıram. Ona baxaq. Ümumi olaraq hər şey aydındır da, yəqin qaranlıq heç nə yoxdur. Məncə cümlə-bə-cümlə izah elədim. Bunlar rahatdır. Bir müddətdən sonra dərslər çətinləşəcək. Hələ ki yaxşı gedir. Yəni daha doğrusu metodikaya giriş edəndə çətinləşəcək biraz kurikulumda. Amma yəni dərk eləsəz, əlbəttə ki o da çox-çox asan gələcək sizə. Birinci biraz ilk dəfədən qoşulan müəllimlərə biraz çətin gələ bilər. Yəni onsuz da mən bunu soruşanda da təzədən sizdə daha da möhkəmlənəcək inşallah 4-cü günü. Bunlar ayrıca situasiya kimdə dediyim kimi düşür. Onsuz da ayrıca bunların mövzusu kimdə mən keçəcəm öz yerində. İndi isə biz baxırıq burada digər bir mövzu var. Hansı ki bunu istiqah təlimçilər keçmir. Hansı ki mən istəyirəm bu haqda məlumat verim sizə. Əsasdır. Gözləyin. Ümumi olaraq mövzuda deyilik, qaydalardır. Yadınızda qalsın. Aha. Müəllimlər, görsənirmi ekran? Bəli, müəllimə, görsənir. Bəli, görsənir. Gəlin baxaq. Müəllimlər, məktəbəqədər təhsildə ümumiyyətlə müəllimin 3 növü var. 3 növü var deyəndə buna artıq növ də deyə bilərik, üslub da deyə bilərik. İndi baxaq nəyə? Qarşımıza çıxa biləcək situasiyalara. Var demokratik müəllim, var liberal müəllim, var avtokratik müəllim. Təbii ki də demokratik müəllimə demokratik üslubda deyə bilərik. Avtokratika avtoritar üslubda deyə bilərik. Ya avtoritar, ya avtokratik eyni mənanı verir. Ya demokratik müəllim, ya demokratik üslub eyni şeydir, üslubdan söhbət gedir. Bir də var liberal. Liberal haqqında danışacağam. O da elə avtokratikə oxşuyur, ənənəviyə oxşuyur. Ənənəviyə deyəndə ki, yəni məsuliyyətsizdir də bir sözlə. Danışacağam. Bunun haqqında birinci olaraq danışım. Demokratik müəllim deyəndə şagirdin fəaliyyətinə ümumi nəzarət həyata keçirir. Şagirdin fəaliyyətinə demokratik müəllim ümumi nəzarət həyata keçirir. Yəni demokratik müəllim necə olur? Onun haqqında burada məlumat var. Altında da onun qrupundakı şagirdlər haqqında məlumat yazılır. Ki, yəni onun sinifində şagirdlər özlərini necə göstərirlər? Baxaq. Demokratik müəllim şagirdlərin fəaliyyətinə ümumi nəzarət həyata keçirdir. Bəli, ümumi nəzarət həyata keçirdir. Uşaqlara baxır, uşaqların fəaliyyətinə baxır. Dərsin gedişatında şagirdin fəallığını təmin edilməsi üçün şərait yaradır. Bəli, fəallığı təmin edir. Müsbət bir şeydir də. Bir sözlə demokratik kurikuluma aiddir. Demokratik uşaq önümlülüyü prinsipinə aiddir. Bunu yazarsınız bir yerə. Demokratik kurikuluma aiddir. Demokratik uşaq önümlülüyü prinsipinə aiddir. Həmçinin yenə də deyirəm, fəallığın təmin edilməsi üçün şərait yaradır. Şagirdlərin fikir müxtəlifliyini qəbul edir. Başa düşür ki, Emillə Əlinin fikri eyni ola bilməz və ya mənimlə eyni ola bilməz. Başa düşür də hörmət edir fikir müxtəlifliyinə hər birinin. Hesab edir ki, uğur qazanmaq üçün şagirdlərlə birgə fəaliyyət göstərmək lazımdır. Bəli, o bilir ki, həmin o demokratik müəllim uğur üçün mütləq uşaqlar fəaliyyət göstərməlidirlər. Birgə əməkdaşlıq olmalıdır. İnteqrativ təlim nədir? İnteraktiv daha doğrusu. İnteraktiv yenilikçi deməkdir. Dövrün tələbi
deməkdir. İnteraktiv də məsələ demokratikə aiddir. Yəni müasir təlim metodlarından söhbət gedir. Dərsin keyfiyyətinin şagirdin bu prosesdə iştirakından asılı olduğunu bilir. Yəni demokratik müəllim bilir ki, artıq dərs keyfiyyətlidirsə, demək ki, şagirdlər aktivdir. Dərs keyfiyyətsizdirsə, demək ki, şagirdlərimiz aktiv deyil, şagirdlərimiz passivdirlər. Cavab vermək istəmirlər. Demək ki, dərsimiz deyil, keyfiyyətsizdir. Bir sözlə, müsbət hər şey aiddir demokratikdə. Kurikuluma aiddir, demokratik dövrün tələbinə aiddir, demokratik müəllim. Sonra, bəs onun qrupunda şagirdlər necə olurlar? Bəli, yaxşı olurlar, fəal olurlar, dərsin gedişində iştirak edirlər, yaradıcı olurlar, müəllimin və sinif yoldaşının fikrini qəbul edirlər, inkişaf etdirirlər, müstəqil fikir söyləyə bilirlər, suallar verirlər, bilik xəzinəsini axtarır, araşdırır, üzə çıxardır. Hansı ki, düzgün mənimsəyir mövzuları. Bu aid olur demokratik müəllimin sinifində olan şagirdlərə. Müsbət hər şeydə. Müəllim müsbət, şagirdi müsbət. Bir də var liberal müəllim. Liberal müəllimi də unutmayın, vetsiz müəllimdir, laqeyd müəllimdir, uşaqlarla işləməyi sevməyən müəllimdir. Sadəcə maaşını, vaxtını keçirib gedən müəllimdir. Daha hansı ki, qarşınıza elə müəllimlər çıxmamış olmaz. Liberal deyəndə deyir ki, şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud nəzarət edir. Məhdud nəzarət edir deyəndə, yəni nəzarət eləmir də, yəni baxmır ki, uşaq nəyi öyrəndi, tapşırığı öyrəndimi və yaxud da ki, nəyi bacarır, nəyi bacarmır, heç nəyə baxmır. Yəni yola verir, gedir. Şagirdlərin mövzu ilə bağlı sərbəst fikirlərinə, əlavə məlumatlarına etinasız yanaşır. Burada artıq uşaq mövzu ilə bağlı bir fikir irəli sürürsə və yaxud da ki, əlavə bir məlumatları irəli gətirirsə etinasız yanaşır. Sanki yəni elə belədir də, danışsan da olar, danışmasan da olar, maraqsız yanaşır. Yəni dinləmir uşağı, başa düşürsüz, laqeyd yanaşır. Fikir müxtəlifliyini şübhə ilə qarşılayır. Baxın, demokratik fikir müxtəlifliyini qəbul edirdi, amma liberal fikir müxtəlifliyini şübhə ilə qarşılayır. Yəni fikir müxtəlifliyini qəbul eləmir də, bir sözlə. Bu liberala aiddir. Hesab edir ki, şagirdlər çox şeyə bacarırlar, amma buna ciddi yanaşmır. Bilir ki, məsələn, əli oxusa yaxşı yerlərə gəlib çıxacaq, amma maraqlanmır. Çünki vicdanı yoxdur. Maraqlanmadığı üçün də təbii ki də uşaqlarda geriləmə baş verir. Bəs onun sinifində şagirdlər necə olur? Bu qaydaları olduğu kimi öyrənərsiniz. Öz maraqları çərçivəsində dərslərinə maraq göstərirlər. Həmçinin tələbat olanda fəallaşırlar. Başa düşmədikdə müəllimə sual vermək həvəsində olmurlar. Fənnə olan maraq azalır, dərsə gecikmələr baş verir. Yəni, öz maraqları çərçivəsində dərsə maraq göstərir, tələbat olanda fəallaşırlarsa, bu aid olur liberala. Yəni, məsələn, uşaq var 9-cu sinifdə hazırlığa gedir, bilir ki, oxumalıdır. Artıq orada tələb eləyir müəllimdən nəyəsə, öyrənir, maraq göstərir, tələbat olduqda yəni maraq göstərir. Amma elə uşaq var ki, oxumur özü, heç müəllim də keçməyəndə onun daha da xoşuna gəlir, məktəbli uşaqdır məsələn. Və ya başa düşmədikdə müəllimə sual vermək həvəsində olmurlar. Burada artıq bəli, çünki laqeydlik yaranır, uşağın üzündə də həvəs qalmır. Fənnə olan maraq azalır, dərsə gecikmələr baş verir, çünki bura məsuliyyətsiz yanaşan müəllim dərsə gecikməyə də məsuliyyətsiz yanaşacaq. Sonra müəllimlər avtokratik var, hansı ki avtoritar üslubda deyilir. Bu ənənəvi təhsilə aiddir, keçmişə aiddir, uşaq önümlüyə aid deyil, keçmiş dövrə aiddir, avtoritardır, müəllim yönümlüdür, uşaq önümlü deyil, hansı ki demokratik uşaq önümlüdür, avtoritar müəllim yönümlüdür. Demokratik kurikulumdur, avtoritar ənənəvi təhsildir. Bunlar yadınızda qalsın. Şagirdlərin əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalara nəzarəti həyata keçirilir. Burada artıq bilirsiniz, avtoritar müəllim, avtokratik olsun, avtoritar üslub olsun. Yəni, hansı müəllimlərə aiddir bilirsiniz? Bu keçmişdəki müəllimlər var, uşaqlar onlardan qorxurdu. Mən nə deyirəmsə, onu öyrənməlisən. Uşaqlar da deyirdilər, yaxşı müəllimə nə deyir, ondan artıqını deməyə qorxurdular. Yəni, burada artıq əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalara nəzarət həyata keçirdi. Birbaşa onları özü idarə edir. Dərsin təşkilində şagirdlərin biliyi, bacarıq, meyl və maraqlarını, eyni zamanda bacarıqlarını nəzərə almır. Meyl, maraq olsun, bacarıq olsun, nəzərə almır da, diferensial yanaşmır. Avtoritarda deyil axı diferensial. Burada artıq diferensiallıq yəni pozulmuş olur. Heç kimi nəzərə almır. Ancaq özü danışır. Ən çox özü danışırsa, bu müəllim yönümlü gedir həm də. Uşaq yönümlü uşağın meyl marağı deməkdir. Müəllim yönümlü müəllim ön planda olur deməkdir. Amma kurikulumda uşaq ön planda olmalıdır, müəllim yox. Burada amma nədir avtoritarda? Özü ən çox danışır. Özü ön plandadır. Sonra şagirdlər üçün şagirdləri öz iradəsinə tabe edir. Öz iradəsinə tabe edir deyəndə
Burada artıq mən tutaq ki, qaraya ağ deyirəmsə, siz də ağ deməlisiniz. Və yaxud da ki, mən bu məsələyə bu fikri bildirirəmsə, siz bildirməlisiniz. Burada öz iradəsinə tabe edir, məcbur edir hətta. Hesab edir ki, şagirdlər onsuz da heç nə edə bilməzlər, onlara inamı yoxdur. Yəni, ümumiyyətlə, inamsızlıq hansındadır? Avtoritarda, avtokratik də demək olar. Sonra müəllimlər, deyirəm sizə, həmin o uşaqlar sinifdə passiv olurlar, sakit otururlar, dərsə laqeyd yanaşırlar, səs salırlar. Burada artıq, belə deyim, qorxu olur, şiddət olur. Müəllimə sual vermirlər, öyrənmə motivasiyaları yoxdur. Dərs və müəllimin ya qorxusundan, yaxud da qiymət almaq xatirinə dərslərini oxuyurlar. Müstəqil diskussiya apara bilmirlər, fikir söyləyə bilmirlər, qərar qəbul edə bilmirlər. Hamısı aiddir avtokratikə də deyə bilərik, avtoritar da deyə bilərik. Yəni, bir sözlə müəllimlər passivdirlərsə, sakit otururlar, dərsə laqeyddirlərsə, sual vermirlər, öyrənmə motivasiyaları yoxdur, ya qorxudan, belə deyim, öyrəndirlər dərsi, ya da ki, qiymət almaq xətrinə diskussiya olmur, fikir mübadiləsi olmur, qərar verə bilmirlər, hamısı əllərindən məhrum olunur. Ona görə də aid olur bu avtokratikə. Aydın oldu mu bu da? İndi bunları oxuduqca özünüz mənasını biləcəksiniz. Aydın oldu bura qədər hər şey. Bəli, müəllimə. Bəli. Aha, indi. Mən bir də bu PDF-i göndərəcəm sizə. Bayaq bunun haqqında danışmışam da, özünüz gördünüz. Məktəbi qədər təhsil müəssisəsinin uşaqların sıxlaşdığı qruplar. 1-2 yaşındakı neçə uşaq olur desəm, deyəcəksiniz ki, 15 uşaq. 2-3 yaşında nə qədər olur desəm, deyəcəksiniz 15. Bəs 3-4 yaşda 20, 4-5 yaşda deyəcəksiniz 20, 5-6-da 20. Bəs yaxşı, müxtəlif yaşlı uşaqlar. Görürsünüz, 1-3 yaş, bayaq dedim də sizə. 10 dənə uşaq, 3-6 yaş, 15 dənə uşaq olur. Belə. İndi isə müəllimlər keçirəm digər məqama. Belə, 2 dəqiqə. Hər şey aydındır mı bura qədər? Qaranlıq bir məqam yoxdur ki, zəhmət olmasa səslər üçün bildirin, mən PDF açana qədər. Bəli, aydındır. Aydındır. Müəllimə, PDF qrupunu açmısınız, yoxsa necə açacaqsınız? PDF qrupunu, Bəli. onu yaradacam. İnşallah dərsdən sonra axşama doğru yaradacam, bura Elə göndərəcəm. bildim, incə PDF qrupundasınız. Dedim, yəni məndə o qrup yoxdur, ona görə. Yo, narahat olmayın. Onu açacam. Yaxşı. Sonra müəllimlər, mən sizə deyim buradan, hansı ki, gözləyin bir dənə. Ayda müəllimə, salam. Nə tərz ay müəllimə? Salam müəllim, hər vaxtınız xeyir. Mən Nuriyə müəlliməyəm. Buyurun müəllimə, bəli. Mən sizə yazmışdım ki, məni iyul qrupuna eləyərsiniz. Ora qoşacam. Orada yazarsınız, yaxşı mənim onun şəxsində. İndi də şəxsimə atmışdınız deyə qoşuldum. Yəni mən qoşulmayacaqdım. İyulu, bəli, siz əvvəlki aydan qoşulmusunuz da deyəcəm. Heç nə qədər. Qadanam, Allah razı olsun. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Sağ olun müəllimə, sağ olun. Sağ olun. Siz nə olsa təkrar gedirsiniz bir dəfə. Orada baxarsınız, onda mən də göndərəcəm. Gözləyin bir dənə zəhmət olmasa. Gözləyin bir dənə burada. Aha, PDF açsam zəhmət olmasa gözləyək. Bu izahlar dediyim hər bir izahın təbii ki də qaydı var, onu da göndərəcəm sizə. Onlara da baxacaqsınız və müəllimlərlə etdiyim situativ sual cavabları da göndərəcəm sizə. Onlara da baxarsınız. Gözləyin, bir dənə bunu da göndərim sizə. Müəllimlər görünürmü?
Müəllimlər, bir də mən sizə öyrənmə tərzlərinə Bəli. istəyirəm ki, o haqqda danışım. Öyrənmə tərzi nədir? Bilirsiniz ki, hər bir uşağın öyrənmə tərzi müxtəlifdir. Bayaq sizə diferensiallaşmanı dedim. Bu öyrənmə tərzləri diferensiallaşma və fərqləşməyə aiddir. Bu öyrənmə tərzləri uşaq önümlülüyü didaktik prinsipinə aiddir. Meyl, yəni maraq nəzərdə tutulur da uşağın öyrənmə potensialı. Elə insan var ki, gözü ilə gördüyü daha yaxşı yadında qalır. Eləsi var ki, qulağı ilə eşitdiyi yadında saxlayır. Eləsi var ki, hərəkət eləyən zaman öyrəndiyi yadında saxlaya bilir. Eləsi də var ki, oxuyaraq, yazaraq, qeyd apararaq hər şeyi yadında saxlayır. Birinci olaraq istəyirəm ki, məlumat verim sizə vizual haqqında. Vizual nədir? Vizual gözlə görərək öyrənmə. Yəni bir tərbiyəçi məşğələsinə başlayanda mütləq bilməlidir ki, mən bu gün uşaqlar bu gün məşğələdə nə öyrənəcək? Bu yanaşmada olmalıdır. Və onun təbii ki də onun resursu olmalıdır. Resursu varsa vizualdır. Yəni uşaqlar görərək o şəkillərə və ya resurslara və ya video slaydlara öyrənəcək. Vizual dedikdə görərək öyrənmə nəzərdə tutulur. Toxunma var burada. Artıq verimli göz yaddaşı ön planda olur. Və yaxud da ki bir rolu nəsə necə deyim, səhnə deyəndə video slayd izlədə bilərik. Bu artıq olur vizuala. Sonra audial nədir? Yəni bir tərbiyəçi müəllim bilməlidir ki, elə uşaq var ki, eşidərək daha yaxşı öyrənir. Məsələn, mən bu gün heyvan mövzusunu keçirəm uşaqlara. Vizual olaraq heyvanın maketini gətirə bilərəm, şəkilləri gətirə bilərəm, heyvana aid xüsusi əşyalar gətirə bilərəm. Bu artıq nədir? Uşaq artıq mən şəkillər üzərində göstərdikcə o da gözü ilə baxır, öyrənir. Vizual budur. Audial odur ki, məsələn, qoyuram səs ucaldıcını, hər heyvanın səsini səsləndirirəm. Orada uşaqlara deyirəm ki, hansı heyvandır, hansı heyvandır. Hər bir uşaq tapır və yaxud da ki, dinləyərək öyrədirəm və yaxud da ki, mahnını qoşuram, o şəkildə öyrənirəm. Yəni, hər bir uşağın öyrənmə tərzi müxtəlifdir. Sonra bir də var kinestetik. Kinestetik tətbiq etmə deməkdir. Kinestetik toxunaraq öyrənmə deməkdir. Məsəl üçün, kinestetik nədir bilirsiniz? Uşağa mən bunu öyrədən zaman uşaq artıq onu gərək tətbiq eləyəndə öyrənsin. Məsələn, mən bu gün deyirəm ki, mən bu gün şirniyyat bişirməyi öyrənəcəm. Amma mən deyirəm ki, eləsi var deyir ki, şirniyyatı baxıb bir dəfə göz yaddaşımla yadda saxlaya bilirəm. Eləsi deyir ki, mənə səs atsınlar WhatsApp-dan qulaq asacam, elə onunla da bişirəcəm. Eləsi də var ki, yox deyir, bir dəfə deyir prob eləyim, bir dəfə deyir özüm bişirim, təsadüfi, onu da deyir tam biləcəm. Burada artıq tətbiq eləmə varsa kinestetikdir. Məsələn, laboratoriya kinestetikdir. Kəşf etmək kinestetikdir. Tədqiqat işi aparmaq kinestetikdir. Bizim məşğələmizin mərhələsi var ya, hansı ki, var tətbiq etmə mərhələsi. Tətbiq etmək kinestetikdir. Uşağa tapşırığı verirsən, öyrənir. Sonra artıq tapşırığı real şəkildə, şəxsi şəkildə uşağa verirsən, uşaq onu tətbiq eləyir. Tutaq ki, deyirəm sizə, 3 dairəsindən riyazi əməliyyatları öyrədirik, sonra da 3 dairəsindən plastilini öyrədirik. Artıq 3 dairəsindən plastilini düzəldirsə tətbiq edir, tətbiq edərək öyrədir. Yəni, gərək toxunma olsun, gərək, belə deyim, hərəkətə keçmə olsun, hərəkətlə öyrənmədə kinestetik. Bir də var, oxuyub yazaraq. Elə uşaq var ki, təbii ki, oxuyub yazaraq məktəbə qədər təhsilə aid deyil, məktəbə qədər təhsilin məktəbə hazırlıq dövründən başlayır. Amma uşaqlar bu yaşına yazı bacarıqlarını bilməməlidirlər. Biz bilirik ki, yazı bacarığını bilmək olmaz. Yəni, uşağı çox yükləmiş oluruq. Ona görə də birinci sinifdən özləri öyrənəcəklər. Oxuyub yazaraq deyəndə ümumi olaraq deyirəm ki, məsələn, mən deyirəm, qeydlər götürmək, qeydiyyat götürürəm, öz açar sözlərimi yazıram, yəni evristik metodundan istifadə edirəm də. Bir sözlə oxuyub anlama dedikdə qeydiyyat aparma nəzərdə tutulur. Yəni, uşaq var ki, görərək yaxşı öyrənir, uşaq var ki, eşidərək, uşaq var ki, hərəkət edərək yaxşı öyrənir. Ona görə də tərbiyəçi nə etməlidir? Bir məşğələni keçəndə onu vizuallığı nəzərə almalıdır, audiallığı nəzərə almalıdır, ona uyğun avadanlıq gətirməlidir, vizuala aid maketlər hazırlamalıdır ki, kinestetikə aid nə tapşırıq verəcəm dərsdən sonra deyib, kinestetiki də nəzərə almalıdır, kinestetiki də aid olur vurğuladığımız kimi tətbiq etmə mərhələsinə. Aydındırmı müəllimlər? Bugünlük bu qədər verirəm, sonraki dərslərdə artacaq. Aydındır? Yəni, sizdən inşallah 4-cü günü bu göndərdiklərimi soruşacağam. Və yeni mövzu göndəriləcək, hazır şəkildə tam öyrənəcəksiniz. Hər şey aydındır. Bəli, müəllim. Əla, çox gözəl. İnşallah ki, bu şəkildə də davam edərsiniz, belə gözəl dinləyərsiniz. Amma bundan sonraki qaydlar dediyim kimi hazır göndəriləcək sizə. Yəni, mən ancaq sizdən soruşacağım, situasiyalar verəcəm, gələn dərs maraqlı suallar verəcəm. Metodistə aid olsun,
Məktəbə qədər təhsilin təşkili qaydaları, bunlar hamısı imtahana düşür. Giriş mövzular rahatdır da, hələ sizə varislik, sadədən mürəkkəbə öyrədirəm. Bunları öyrənin ki, növbəti mərhələdə kurikuluma giriş edə bilərsiniz. Birinci bir o dillərə kurikulumu bil ki, kurikulum nədir, sonra kurikulumu öyrən. Ona görə də ardıcıl bu şəkildə öyrənəcəyik. Yəni bunlar qaydaya əsaslanan mövzulardır. Sonra hüquq və vəzifələri keçəcəyik, səriştələr olsun, digər, sonra da keçəcəyik alt standartlara. Onlar da bitəndən sonra həm test işləyəcəyik, canlı hər kəs hərə bir test işləyəcək, canlı test işləmə texnikaları öyrədiləcək. Açar sözlərlə cavabı tapmağı öyrədəcəm sizə. Bunların hamısı ilə sizin nəticəniz də, balınız da birdən-birə qalxacaq. Belə, sualınız varmı? Çox gözəl. Baxıram hər şey əla gedir. Olma. Çox sağ olun, minnətlər.